Bismillahirrahmanirrahim. Və salatu və selamu ala Rasulillah. Və xatırlatmaq istədiyim mövzu iki şeydən ibarət olacaq. Birinci, Quran-ı Kərimin fəzilətidir. Çünki Quranla başlayırıq. İkincisi də Quranın ədəbləridir. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Fəqra'u mə teyəssərə minəl Quran." Qurandan sizə asan duanı oxuyun. Başqa bir ayədə "Kitabun ənzəlnahu ileykə mübarəkun yetədəbbəru əyəti və yetəzəkkərə ulul əlbab." Bu sənə nazil etdiyimiz mübarək bir kitab ki, onun ayələrini tədəbbür etsinlər və ağıl sahibləri onu xatırlasınlar. Və başqa bir ayədə Allah buyurur ki: "İnnellezine yatluna kitaballahi və aqamussalata və anfaqu mimma razaqnahum sirran və alaniyatan yercuna ticareten lan tabur. Yuvaffiyahum ucurahum və yazidahum min fadlihi innahu gafurun şekur." Bu kəslər ki, deyir Allahın kitabını oxuyanlar, namaz qılanlar və bizim onlara verdiyimiz ruzidən gizlində və aşkarda xərcləyənlər, onların heç vaxt tələf olmayacaqları bir ticarəti vardır. Və onların savabları onlara veriləcək və Allah öz fəzilətini onlar üçün artıracaq. Allah həqiqətən bağışlayandır, şəkurdur. Və bunlar da bu ayələrdə Quran-ı Kərimin fəzilətinə dəlalət edir. Bu üç ayə xüsusən də zikr etdiyimiz. Çünki Allah birincisi ona əmr edir. Allah Subhanahu nəyə əmr edirsə, onu vacib bilir, qullarına və o şeyi sevir. Mesela birinci ayədə "Fəqra'u mə teyəssərə minəl Quran." Qurandan sizə asan duanı oxuyun. Allah bizə əmr edir ki, Quranı oxuyaq. İkinci ayədə dedi ki, tədəbbür etsinlər. Sənə, ey Muhammed s.ə.v. Sənə nazil etdik ki, Quranı, onu insanlar tədəbbür etsinlər, xatırlasınlar, ağıl sahibləri. Həmçində Allah Subhanahu orada Quran-ı Kərimi xatırlayanların ağıl sahibləri olduğunu bildirir. Üçüncü ayədə isə bildirir ki, Allah Subhanahu vəsf edir ki, onlar deyir, Allahın kitabını oxuyanlar, Allahın kitabından oxuyarlar və namaz qılarlar, onlara verdiyimiz ruzda xərclərlər və onlara heç bir tələf olmayacaqları ticarət vardır. Yəni Allah ticarət etmişdir. Sonra isə Peyğəmbər s.ə.v hədislərində də Quranın fəzilətinə dəlalət edən kəlmələr buyurmuşdur. Peyğəmbər s.ə.v buyurur ki, "İqra'ul Quran." Quran oxuyun. Necə Allah Subhanahu əmr edibsə, Rəsul da elə əmr edir. "İqra'ul Quran." Quran oxuyun. "Fə innehu yəti yevmel qiyameti şəfi'an li əshabihi." Həqiqətən o qiyamət günü onun sahibləri üçün şəfaətçi olaraq gələcək. Başqa bir hədisdə Peyğəmbər s.ə.v deyir ki, kim Allahın kitabından bir hərf oxuyarsa, ona bir savab vardır. Və o savab 10 savab mislindədir. Mən demirəm ki, əliflə mim bir savab, üçü bir hərfdir. Lakin əlif bir hərf, ləm bir hərf, mim isə bir hərf. Yəni əlifə görə 10 savab, ləmə görə 10 savab, mimə görə də 10 savab vardır. Alimlər buyurur, sənə deyir bir səhifə versələr və desələr ki, orada oxuyacağın hər hərfə görə sənə müəyyən bir məbləğ veriləcək. Məsələn, bir hərfə görə sənə $10 pul veriləcək. Sən onu hər gün oxuyarsan. Amma burada isə aləmlərin Rəbbi olan Allah sənə vəd verir. Elə bir vəddir ki, o heç vaxt vədinə xilaf çıxmaz. Elə bir vəddir ki, Allah Subhanahu onu qoruyub saxlayır və sənə qiyamət günü verir. Və sonra başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurur ki, "Əl-ləzīnə yəqra'ul Quran və hu mahirun bihi ma'as-səfərətil kirami bərara." Quran oxuyan və onda mahir olan kəs vəhiy daşıyan mələklər kimi. Sonra hədisin davamında buyurur ki, "Vəl-ləzî yəqra'ul Quran." Və o kəs ki, Quran oxuyur və yətəta'ta fihi və hu alayhi şaq ləhu əcrun. Amma deyir, bu ikinci şəxs elə bir oxuyan, onda çətinlik çəkir. Sanki pəltəliyi var onda. Və ona ağır gəlir oxumaq. Ona isə deyir ki, savab vardır. Hər bir ikisi də xeyirlisin. Təbii ki, birinci düzgün oxuyanın dərəcəsi daha üstündür. Amma o biri çətinlik çəkdiyinə görə ona iki savab var. Nəyin savabı var? Birinci savab Quranı oxuduğuna görədir. Yuxarıda qeyd etdiyimiz hədis. Onun hər hərfin olsun. İkinci savab da çətinlik çəkdiyinə görədir. O çətinliyinə görə Allah ona ikinci savabı verir. O başqa bir hədisdə Peyğəmbər s.ə.v Əbu Zər radiyallahu anh buyurur ki, "Aleyküm tilavətul Quran. Fə innəhu nurun ləkə fil ard və zuxrun ləkə fis-səma." Sənə Quran oxumağı tövsiyə edirəm Peyğəmbər s.ə.v. O sənin üçün yer üzündə bir nur, səmada isə, göydə isə sənin üçün savab. Və başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurur ki, "Lə həsədə illə fisnətəyn." İki nəfərə deyir, həsəd edilməz. İki nəfərə həsəd edilməz. Yəni, onlara elədiyin həsəd sayılmaz. Rəculun ətəhullah Quran. Birinci o kəs ki, Allah Subhanahu ona Quranı verir.
və o gecə namazını durur, gecə namazını oxuyur və həmçinin də gündüz oxuyur. Və rəculun ətəhullahu məlim. İkinci kəsə Allah Subhanahu mal verib, gecə və gündüz Allah yolunda onu xərcləyir. O kəsəb həsəd edilməz, həsəd sayılmaz. Və həmçinin bildiyimiz məşhur hədis var. Peyğəmbər s.ə.v buyurur ki, xeyrukum mən təalləmə Qur'an və əlləmə. Sizin ən xeyirliniz Qur'anı öyrənib və sonra ikinci hissəsi isə danışmaq istədiyim Qur'anın ədəbidir. Və necə alimlər buyurur, Qur'anın ədəbi iki hissədən ibarət. Birincisi qəlbi ədəbdir, ikincisi əməli ədəb. Qəlbi ədəb odur ki, insanın batinində olur. Yəni insan Quran-ı Kərimi oxuduqda onun ayələrini tədəbbür edir, təfəkkür edir, düşünür batinində və orada olan əmrlərə, orada olan etiqad məsələlərinə etiqad edir. İkinci ədəb isə əməlidir, yəni zahirdədir. Yəni orada gələn əmrlərə riayət edir. Namaz qılmaq, oruç tutmaq və qeyri əhkamlar kimi. Və həmçinin ədəblərdən alimlər buyurub ki, ixlaslı olmaq, niyyətin ixlaslı olmasıdır. Çünki Peyğəmbər s.ə.v buyurub ki, Qur'an Quran, başqa bir hədisdə deyir ki, Quran oxuyun, وَابْتَغُوا بِهِ اللَّهِ. Onu Allahdan umun, savabını Allahdan umun. Quran oxuyun, savabını Allahdan umun. Yəni başqalarından savab ummayın və yaxud da bir qarşılıq gözləməyin. İkincisi isə onun ədəblərindən Quranı əzəmətdə tutmaqdır. Çünki Quran-ı Kərim elə belə bir kitab deyil. Yer üzündə olan və bundan sonra da qiyamətə qədər davam edəcək yeganə kitabdır ki, ona görə savab var. Hətta Peyğəmbər s.ə.v hədislərinin hər hərfinə onun savab yoxdur. Düzdür, insan hədisləri oxuyanda onun savab qazanır. Amma hər hərfinə savab yeganə Quran-ı Kərimdir. Və yeganə kitabdır ki, yer üzündə Allah Subhanahu taala onu nazil edib və digər nazil etdiyi kitablardan da fərqlənir. Və üstün edib və sonumuz edib. Və həmçinin ədəblərdən Quran-ı Kərimi oxuyanda və onu əzbərləyəndə qəlbin orada iştirak etməsidir. Çünki Allah buyurur ki, İnnellezine utul ilme min qablihi İzâ yutla aleyhim yexirrûne li'ezqâni succeda ve yeqûlûne subhâne rabbina in kâne va'du rabbina lemef'ûla ve yexirrûne li'ezqâni yebkûne ve yezîduhum huşû'a. O elm verilən kəslər, ondan qabaq elm verilən kəslər, onlar deyir Quranı oxuduqda, gözlədir ki, tilavət etdikdə, İzâ yutla aleyhim, onlara Quran oxunduqda, onlar səcdəyə qapanırlar. Və deyərlər ki, ey Rəbbimiz, sən paç müqəddəssən, sənin vədin yerinə yetən və onlar səcdəyə qapanaraq ağlayarlar və tuturlar. Bu da onların xuşularını artırır. Sən qəlbin orada iştirak etməsi insanın xuşusunu artırır. Və həmçinin Quran-ı Kərimə tilavət etmək deyilmir ki, Quranı oxumaq. Çünki ərəb dilində oxumağın bir neçə sözləri var. Məsələn, qara var, tələ var. Qiraətlə tilavətin fərqi var. Tilavət xas Quran üçün. Niyə görə? Çünki tilavətin mənası da bir mənası odur ki, tabi olmaq. Yəni, sən oxuduğunda tabi olursan. Yeganə kitabdır ki, sən oxuduğunda seçim eləmirsən. Bu oxuduğun kitaba tabi olursan. Tabi olmaq üçün oxuyursan. Və həmçinin də ədəblərindən alimlər buyurub ki, tədəbbür etmək. Çünki İbn Abbas radiyallahu anh bir şey deyir ki, İqra qiraətən təsmə'u zuneyk və ya'ihə qalbək. Deyir, Quranı elə oxu ki, qulaqların onu eşitsin və qəlbin orada iştirak etsin. Necə bundan əvvəlki ayələrdə buyurdu, Kitabən ənzəlnə aleykum barakən yetədəbbəru ayəti. Ayələrini tədəbbür etmək üçün sənə biz bu kitabı nazil etdik. Və həmçinin alimlər buyurub ondan təsirlənmək. Çünki Allah buyurur ki, Allah nəzzəl əhsənəl hədisi kitabən mütəşəbihən məsəniyə təqşəiru minhu cüludəl-ləzine yaxşavnə Rabbəhum thumma təlinu culuduhum və qulubuhum ilə zikrillah. Ən gözəl hədis olaraq Allah Subhanahu bu kitabı nazil etdi və deyir, Allahdan, öz Rəblərindən qorxanların Quran-ı Kərim oxuduqda cildləri ürpərər, yəni tükləri ürpərər, sonra isə onların zikləri və qəlbləri yumuşalar Allahın zikrindən, yəni təsirlənərlər. Sonra da ədəblərindən onlar orada olan ayələrə əməl etməkdir və həmçinin də ədəblərindən orada gələn xitablara diqqətlə qulaq asmaqdır. Necə İbn Məsud bununla da tamamlayarıq inşallah. İbn Məsud radiyallahu anh buyurur ki, İzə səmi'tə yə eyyuhəl-ləzīnə əmənu fər'i ləhə səmək. Deyir, sən o ayəni eşidəndə ki, ey iman gətirənlər, qulaqlarını bir yaxşı aç. Ya deyir, orada bir xeyir var, əməl olunacaqsan ondan, və ya da şər var, o sənə qadağan ediləcək.
Bu qədər istədim ki, hər birimizin faydalı olsun. İnşallah Vasif qardaş davam edəcək. Subhanəkə Allahumma və bihamdikə əşhədu an la ilahə illə əntə əstəğfiruke və